Filologiya üzrə fəlsəfə doktoru, şair Qiymət Məhərrəmli ilə 2010-cu illərdə Borçalı mahalının Elad bayramında, Armudlu yaylaqlarında tanış olmuşduq. Sonralar da müxtəlif tədbirlərdə ara-sıra görüşərdik. Öz şirin qələmindən çıxan məqalələrini, publisistik yazılarını redaksiyamıza təqdim edərək Bütöv Azərbaycan qəzeti ilə sıx əməkdaşlıq edirdi. Şair dostumuz Cihanın yubileyində həyat yoldaşı, İnşaat mühəndisi, Şəki rayonunun Baş Zəyzid kəndində doğulmuş Gülməmməd Məhərrəmli ilə də tanış olduq. Amma bu ailəni yaxşı tanımaq üçün evlərində, könüllərində qurduqları Təbriz ocağını, Bütöv Azərbaycan məbədini ziyarət etmək gərəkirmiş. Bir qızmar yay günündə Məhərrəmlər ailəsi bizi də qonaq dəvət elədi. Ünvan 1-ci Zabrat. Ünvana üz tutduq. Çətinliklə olsa da gəlib tapdıq. Amma ev yox, Abşeron çöllərində salınmış bir cənnət bağı tapdıq. Bu mənzərə həm də ev sahiblərinin özündən, könül evindən, ruhundan xəbər verirdi. Adam bu gözəlliyi buraxıb evə keçmək istəməsə də, içəridəki qələbəlik, sevinç sədaları hər kəsi özünə çəkirdi. Gənc sənətçilərdən Hikmət Oğuz, qarmon ifaçıları Azər Baba, Nadir Əhmədov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlının tövsiyə xarakterli şirin söhbətlərini maraqla dinləyir, arada müxtəlif musiqi nömrələri ilə söhbəti şirinləşdirirdilər. Ailənin oğulları Vüqarla Ceyhun gəlib gedəni qarşılayıb uğurlayır. Vüqarın həyat yoldaşı, evin gəlini Şəfək xanım isə Qiymət xanımın süfrəsindən nemətlərin əskilməməsinə nəzarət edirdi. Biz yubandığımızdan bəzi soydaşlarımızla görüşmək nəsib olmadı. Jurnalist həmkarım Rüfət Muradlı, Qazi Namiq Səlimov, Şəkili mühəndis Arzu Həsənov, Pəmbək mahalından Vəfalı Qasımov da soydaşlarımızı görməyə gələnlər arasındaydılar. Davranışdan anladıq ki, dünyanın müxtəlif ölkələrinə səpələnmiş Təbrizlilərdən Cavad Təbrizli, Amerikada yaşayan Rübab Haqşunas artıq evin ocaq daşlarına çevriliblər. Bir sözlə, Almaniyadan, Kanadadan, Amerikadan gələnlərin hamısı Şəhriyarın diyarından bizə qucaq-qucaq salam gətiriblər.
diyarın şehrinden, ayımız bir seherinden. Size selam, size selam. Katar katar dumanlardan, yaşı başlı sonalardan. Katar katar dumanlardan, yaşı başlı sonalardan. Azerbaycan diyarından, Karaoğlan'ın diyarından. Size salam getirmişler. Azerbaycan diyarından, Karaoğlan'ın diyarından. Size salam getirmişler. Oğuzlar, bizim Oğuz diyarından, bizim Şekil diyarından. Size salam getirmişler. Azerbaycan diyarından, Karaoğlan'ın diyarından. Size salam getirmişler. Size salam Allah korusun. Allah olsun size. Elə bir Təbrizdən salam gətirmişəm dediniz ki, elə ürəyim atlandı. Bəli. Təbriz bütün Azərbaycanlıların Məkkəsidir. Və həqiqi mənada bir Təbriz ürəyi, bir Təbrizlinin ürəyi, harda bir Azərbaycan sözü var, harda bir Azərbaycan mahnısı var, harda bir Azərbaycan eşqinə döyünən ürək varsa, bir Təbrizli ondan həmdəmdir. Çox gözəl. Bu məclisə siz çoxmu gəlib gedirsiniz, yoxsa siz də birinci dəfəsiniz? Yox, biz bu Qiymət xanımdan, Gülməmməd müəllimdən ki, tanış olmuşuq. Bizim rəhmətli dostumuz olub, Əli Həqşinəs adında. Mən onun vasitəsilə tanış olmuşam. Bu ailə ilə 10 ilə yaxın olar. Sonra o dostumuz Amerikada qarmon ifaçısı idi, Əli Həqşinəs. Orada rəhmətə getdi. Və 2025-in 5-ci ayın 5-də biz Əliyə il dönümü mərasimi keçirdik. Rəşid Beybudow adında mahnı teatrının zalında. Yoldaşı Rübab xanım onda gəlmişdi. Bir dostumuz Nasir də gəlmişdi Berlindən. Nasir Səhənd, təfəzzülü familiyası Səhənd ləqəbi ilə. Nasir də getdi həmən il 2025-in 5-ci ayın 25-də dünyasını dəyişdi. Bir illərdə toplanmışdıq. Nasir'in il dönüm mərasimini keçirdirdik. Rübab xanım da ona o münasibətlə gəlmişdi. Və sabah bilirsiniz ki, Rübab xanım gedirik. İndi məclisdə eşitdiniz. Qiymət xanım, Gülməmməd müəllim də fikirləri bu oldu ki, biz yığıncaq eləyək. Bugünkü yığıncağımızın səbəbi o idi. Rübab xanımla bu il sağollaşaq. İndi üçün bizdən fikrən ayrılmasalar da, cismən ayrılırlar, gedirlər. Onlar da Amerikada yaşayırlar. Hər yanında olsaq, hər yerdə olsaq, vətən eşqi ilə ürəyimiz döyünür və əsas vətənimizdə bizim bir rəhmətli Arif Rəhimli ehtimal tanıyardınız. Ona Təbrizdə bir sual verdilər ki, sən Bakını çox sevəsən, Təbrizi deyəsən, desən ki, sağ əlivi çox sevirsən, ya sol əlivi, mən də sənə cavab verərəm. Bizə Bakı, Təbriz və Bakı, Təbriz mənasında bütün Azərbaycanın hər bir guşəsi, hər bir yeri təbii ki, bizim qəlbimizdədir. Biz istəyirik bütün Türk dünyası, bütün Azərbaycan səsimizi eşitsin. O səs həm də sizin də səsinizdir. Nə demək istəyirsiniz? Çox əla. Bütün Azərbaycan deyəndə ki, əslində Azərbaycan təfəkküründə elə Azərbaycan bütövdür. Yəni Azərbaycan baxmayaq ki, coğrafiya cəhətindən neçə yerdədir. Əslində Azərbaycan hər tərəfdən özü ilə qonşudur. Amma belədir ki, o fikirdə olduğu kimi bizdə də elə o fikir vardı ki, bəli, hər yerdə bir Azərbaycanlı olduğunda, hər yerdə bizim Türk xalqımız olduğunda biz onlara özümüz qədər hörmət qayılıq, özümüz qədər sevirik onları və arzu edirik bu günləri sərhədlər o dərəcədə rahat olsun. Bu günlər bu anda Avropa qitəsində heç bir problemsiz, bütün xalqlar qaynayıb qarışıb bir coğrafiyada yaşayırlar, sərhədsiz har istirlə gedirlər. Və arzu edirik bu günlər eləncə bir vəziyyətdə bizə də yaransın ki,
bu keçmiş o həsrətlərin acısı canımızdan çıxsın. O keçmiş həsrətlər, keçmiş o Ağrılar, acılar. ağrılar, acılar. İnşallah arzunuz için olar. Təşəkkür edirəm, çox sağ olasın. Siz illərdir vətəndən ayrı düşmüsünüz, uzaq Amerikada yaşayırsınız və dolanıb, hərlənib gəlmişsiniz, Bakıda görüşürük sizlə. Xoş gəlmişsiniz Çox birincisi. sağ olun, təşəkkür edirəm. Orada nə işlərlə məşğul olursunuz? Vətəndən niyə ayrılmısınız? Bura sizi nə gətirib? Azərbaycan mənim üçün vətəndir. İstər Təbriz olsun, istər Bakı olsun. Əli ilə hər il demək olar, uzun illər idi, hər il gəlirdik Azərbaycana, Bakıya. Əli təkcə mənim həyat yoldaşım yox, bir çoxların qardaşı olub, sırdaşı olub, əziz dostu olub. Əli deyərəm, bir qazanan insan olubdu. O sevgini özü qazanıbdı. Sevgi bir şey deyil, bir-birinə hədiyyə eləsin. Sevgi demək, ona zəhmət çəkmək lazımdır, ona əmək qoymaq lazımdır, onu qazanmaq lazımdır. Və Əli bu sahədə mən deyərəm çox başarılı bir insan olub. 26 il bundan qabaq qərar verdik köçək vətənimizdən bir xas səbəblərə görə. Amma ürəyimiz hər zaman bizim vətəndə olub. Ürəyimiz buranın havası ilə çırpınıbdır, buranın necə deyərlər, can atmışıq hər fürsətdə gələk, istər Təbrizə, istər Bakıya. İndi yenə bir səbəblərə görə Təbrizə getmək ağır olub, çətin olub. Amma Bakı mənim üçün dediyim kimi vətəndir. Özümə borc bilirəm, yəni indi Əli həyatda deyil. Amma ruhu mənləndir. Mən özümə borc bilirəm ki, hər fürsətdə yenə yəni bunu Əli məndən istədi. Əli məndən istədi ki, məxsusən son zamanlarında, həyatının son zamanlarında məndən istədi, mütləq istəyirəm gedəsən Bakıya, Bakının ətrafdakı şəhərlərini, kəndlərini qarış-qarış gəzib Əli bəy dolanasan. harda doğulmuşdu? Əli Təbrizdə doğulmuşdu, mən də Təbrizdə doğulmuşam, biz qonşuyduk. Yəni Əli ilə 38 il bərabər həyatımız oldu, çox gözəl həyatımız oldu. Böyük ürəyə malik olan bir insan. Və nə gözəl ki, musiqi ilə də məşğul olmuşdu, qarmon çalırdı. Amerikaya gedəndə, Amerikaya getmədən qabaq Təbrizdə olanda elə çoxlu öyrəncisi olub, məclislərə gedirdi, belə pulsuz. Sadəcə istəyirdi cəmaatına öz musiqimizi, Ünsiyyətdə ola, cəmaatın içində bəli, ola. cəmaatın içində ola və özümüzün musiqimizi evlərə apara, Təbliğ təbliğ eləyə və bu sahədə doğrudan deyim çox başara bildi. Sonra biz Amerikaya köçəndən sonra o bir seri səbəblərə görə, yəni orada qarmon çalmaqla Əli eləyəməzdi ki, həyatımızı ailə məsuliyyəti boynundaydı. O yüzden Əli çox gözəl kondisionerçi olubdu. Öz işində çox gözəl. 15 il tamam Əli qarmona əl vurmadı. Sonra biraz Yəni ailənin ehtiyacını təmin eləmək bəli, üçün. ailənin ehtiyacı, yəni hər şeydən önəmli olan bir mövzu oldu. İkimiz də işləyirdik, çalışırdıq. Sonralar başladı yavaş-yavaş yenə musiqiyə üz gətirməyə və çox gözəl özündən əsərlər yəni yaratdı, qoydu və buna mən çox sevinirəm. Yenə də borc bildim ki, gəlin burada Əliyə bir anım mərasimi, yəni dostların köməyi ilə olsun, çox gözəl bir anım mərasimi keçirdik ki, Əhsən müəllim onun aparıcısı idi.
və hər zaman təmənnasız köməyi yetibdi mənə və son kitabında Əliyə ithaf edibdi ki, bu doğrudan böyük bir fəxridir mənim üçün, ailəm üçün. Allah sizə səbir versin, Çox sağ başınız sağ olasınız, olsun. təşəkkür Əli edirəm, sağ bəyin ruhu olasınız. şad olsun. Belə Amin. məclislərdə sizin iştirakınız elə onun Çox sağ olasınız. ruhunun da şad Bəli, olmasına bəli. səbəb olur elə bilin. Bəli. Çox sağ olun. Mən Sağ ol. minnətdaram sizə, təşəkkür edirəm. Yəni mən sizə təbrik deyirəm. Arzu eləyirəm bu yolda gözəl başım müvəffəqiyyətlərə nail olasınız. Yəni bu mənim ürək arzumdur sizə. Sağ olun. Çox sağ olun, təşəkkür Sağ olun. edirəm. Sağ olasınız. Bu qədər adam sizi deyib gəlir. Amerikadan, Təbrizdən, o Şəkidən, Oğuzdan. Nədir sirri bunun? Niyə gəlirlər? Bunun sırrı bu ki, sizin için bütün Azerbaycan hem gazeteniz hem kanalınız var. Hele biz de bir bütün Azerbaycan'ız. Bura bütün bir Azerbaycan'dır. Kanada'dan, Amerika'dan, İsveçre'den, Almanya'dan bütün dostlar gelirler. Yığışırıq bura. Bak burada çok çalıb okumuşuq. Şəkidə bizim evde çok çalıb okuyuruq. Bunlar hamısı ürək dostlardır. Bizden olanlar səhifəsindəndirlər. Çünkü bunlar vətən həsrətli, vətən sevdalılardır. Biz də vətən sevdalıların ürək dostları. Onlar bizim de ürəyimiz, biz de onların ürəyi. Biz her zaman həmişə dəvət eləyirlər ki, gəlin, mütləq gəlin. İnşallah bir xeyir iş var, toy var İsveç'de. Gedəcəyik inşallah, hazırlaşıq. Bir il sonra yenidən dəvətimiz var. Bunların da həmişə gəlib saatından, dəqiqəsindən asılı olmayaraq döyəcəyi bir qapıdır bura. Bir evdir burası, ata evi kimi. Çok bizim başka tanışlar, yerler var ki, bura ata evi deyirlər. Qiymət xanıma 90 neçə yaşında ana diyenler var, 80 neçə yaşında ana diyenler var. Siz bilələr, Sərzab tanımış olursunuz. Həmişə ana deyir çağırır, Mələt Coşqun ana deyir çağırır. Bunlar hamısı bacı deyir, ana deyir. Mənə də məsələn mənəvi ata kimi baxanlar var. O xeyirxahlığı mən də çalışdığım qədər eləyirəm ki, bacardığım qədər. Yəni ki, insanın evində gərək həmişə şənlik, qonaq olsun. Qonaq olanda evdə həmişə şənlik olar. Bu məhəllədə, burada nə varsa bütün Azərbaycanlılarındır, bütün Türk dünyasındır. Bizim Türkiyədən də qonaqlarımız var, dostlarımız var, gedirik də, gəlirlər də. Bura oldu, Şəki oldu, gəzirik bütün Azərbaycan hər yerini birlikdə. Yəni biz onda bir oluruq, bütöv oluruq. İndi inşallah gələcəkdə nə olacaq bilmirik. Biz öz aləmimizdə indi bütöyük. Mən burada sizin evdə və belə bir məclisdə birinci dəfəyəm. Mən də elə Zəngəzurun həsrətini, ağrı acısını gətirmişəm bura. Bura hərəmiz bir acı ilə, bir ağrı ilə, bir həsrətlə gəldik. Amma ortam elədir ki, ovqat elədir ki, hamı unudur hər şeyi. Bəli, Elə bilirik, elə Bir Azərbaycan oluruq. bütövdür. Mənlə ki, bütövük, inşallah inşallah. ərazi baxımından da bütövləşəcək. İnşallah. Bu ev doğrudan deyim bir ocaq olubdu hamımız üçün. Uzaqda yaşasam da, yəni doğrudan ürəyim hər zaman bura üçün titrəyib, əsib. Əli olanda elə can atıb gəlirdik. İndi özümə borc bilirəm ki, hər fürsətdə elə qaçım gəlin bura. Həmişə qapınız açıq olsun, həmişə sufranız açıq olsun. Hamımız sizlərin işığına yığışırıq. Həmişə olun, yaradın. Bizlər də feyziyab olaq sizin yaratdıqlarınızdan. Hamımızdan təhbətər təşəkkür edirəm. Və hamımızı ürəkdən sevirəm. Nə gözəl ki, hamınız varsınız. Sizlər mənim ailəmsiz. Belə deyim, doğrudan deyirəm, bunu ürəkdən deyirəm. Mənim özüm seçdiyim ailəmsiz sizlər. Çox sağ olasınız. Və Qiymət xanım nə deyir? Hər ev ocaq ola bilmir. Mən çox sevincliyəm ki, həyat yoldaşım Məhəmməd müəllimlə bir yerdə biz bu evi ocaq eləyə bilmişik. Buranı ocaq bilən dostlarımıza, özünü ev bilən dostlarımıza böyük təşəkkürümü bildirirəm. Hər zaman qapımız üzüzə açıqdır. Gözəl insana və bütün Azərbaycan, Türk dünyası bir ocaq olmalıdır.
Hamı bir-birinin evinə o qədər məhrəm olmalıyıq ki, hamı bir-birinin evinə açıq ürəklə girə bilməlidir. Onda bizim dünyamızda salamatlıq olacaq, onda səmimiyyət olacaq, mehribanlıq olacaq. Çox şükür ki, hələlikdir, heç olmasa bir az da bir şeydir də, nəysə bir ocaq ola bilmişiksə çox şükür. Sevgi necə olur? İzahı varmı? Düşüncəm sevgidir, ruhum sevgidir. Görəsən sevənin günahı varmı? Göz yaşım sevgidir. Ahım sevgidir. Sevgidən doğulub mənim hər anım. Ota da sevgim var, quşa da sevgim. Hər kiçik zərrəyə qaynayır qanım, insana da sevgim, daşa da sevgim. Min bir rəngə çalır təbiət yenə. Hər gülün ləçəyi öpülsün gərək, çöllərə inilib yağış yerinə, insanın sevgisi səpilsin gərək. Torpaqdan üzərən yaşıllıq deyil. Sevgidir, Tanrının öz ülfət payı. Sevgiyə dönməsə, bil ki, haqq deyil. Təmizlik, halallıq, mərifət payı. Bu da bir sirr olub yer yaranandan. İnsan olan niyə insanı sevdi? Hikmətin nuru ilə qət daranandan Məhəmmədi sevdi, İsanı sevdi. Adəmin Həvvaya mehri yaşatdı. Bu sonsuz ərzi də, insanlığı da, möcüzə yaradan sehri yaşatdı. Quranı, İncili, İsalığı da. İdrakin gücü yox, dərk edə bilsin. Yer niyə göy ilə həmahəng durur? Sevgi qanad verir, yol gedə bilsin insanın sınmayan eşqi, qüruru. Sevgi ürəklərdə çağlayan bulaq. Bu sudan dadmağa tələsər hər kəs. Bir qəlbi min qəlbə bağlayan bulaq, min il aşıb daşa, eşqi tükənməz. Sevgi ilə doğulur insan anadan. Qonur çiynimizə sevgi mələyi. Sevir ölə-ölə, ölür sevdadan. İnsanın sevgiyə təşnə ürəyi.